Eğer hayatını o psokla doldurursansa, senin esas işe vaxtın qalmayacaq və olmayacaq. Ona göre en birinci, en vacib iş sizin beyninizde birlik olmalıdır. Eğer siz atmak istəyirsinizsə, atmak da mütləq lazımdır. Çünkü hayatınızı değişirsiniz, uşaqlara güzaran yaradırsınız ve en esası 40 yaşında, 45 yaşında kadınları qocalığını təmin eləməyə qadar edirsiniz. Yani deyirsən ki, sen sabah pensiya çıxacaqsan, nə qədər pul alacaqsın? Bu olsun 700 manat, 1000 manat. Mən 1000 manat alırım, çatmır. Çatmayacaq. Sen gedib oğluva ya qızıva deyəcəksən ki, mənə pul ver, gedim həkimə, mənə dərman al. Gəlin nə deyəcək? Deyəcək yenə gəldi, özümüzə çatır. Ona göre siz o 40 yaşında, 45 yaşında kadınları çalışın, getirin fabrikə ki, ama sen sabah qocalığı təmin eləyəcəksən, heç kimdən asılı olmayacaqsın. Bugün mənim nənəm deyir ki, mənim nənəm milyon yaşadı. Kartı vermişəm oğluma.